Deyirlər ki, belə görüş var ki, əti kəsən insanlar kafir olsa da belə, müşrik olsa da belə, əgər Allah Subhanahu taalanın adını zikr edirsə, ətin yeyilməsi halal olur. Bu görüş inşallah zahiri məzhəbinin görüşüdür. Müasirlərdən İmam Şafkaninin görüşüdür və bu gün də yayğındır bu İslam dəvətini edən insanların arasında. Yəni belə görüş bu gün yayğındır. Ancaq bu görüş doğru görüş deyil. Çünki 4 məzhəbə görə ətin halal olmasının 2 şərti var. Birinci, kəsən insan müsəlman olmalıdır. Kəsən insan müsəlman olmalıdır və yaxud kitab əhli olmalıdır, yahudi xristiyan. Və ikinci vacib kəsən zaman əti kəsən zaman Allah Subhanahu taalanın adını zikr etmək. Bu 2 vacib yerinə etdikdən sonra ətin yeyilməsi halal olur. Bu 4 məzhəbin 4-ünün də fikrində Bəbul Ət'imə, yemək deyilən bab var. Orada 4 məzhəbin 4-ünün də fikrində var ki, əti kəsənin şərtləri buluq yaşında olmalıdır, ağıllı olmalıdır, müsəlman olmalıdır və yaxud da kitab əhli olmalıdır. Yəni, əti kəsən insan nə olmalıdır? Ya müsəlman, ya kitab əhli. Və sonra ikinci vacibsə Allah Subhanahu wa ta'alanın adını zikr etmək. Bunun dəlilləri nədir? Allah Resulü aleyhissalatu vesselam buyurur ki, Mən sallə salətənə və istəqbələ qiblətənə və əkələ zəbihətənə fəhvəl muslim. Kim bizim namazımızı qılar, qibləmizə yönələr və bizim kəsdiyimizi yiyərsə. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, bizim kəsdiyimizi yiyərsə o müsəlmandır. Bizim kəsdiyimizi yiyərsə, deməli, bizim kəsmədiyimiz nədir? Məfhumul müxalif əksi. Bizim kəsmədiyimiz nədir? Yəni, müsəlmanın kəsmədiyi nədir? Halal deyil. Allah Subhanahu wa ta'ala ayətdə buyurur ki, İllə mə zəkkeytumuhu. Yalnız sizin kəsdiyiniz istisna. Düzdür, ayət bir hündür yerdən yıxılıb, canı çıxmadan ona çatıb kəsilən heyvanla bağlıdır. Ancaq alimlər deyirlər ki, burada xitab yenə kimədir? Müsəlmanadır və bundan bu kəlmədən, ayətdən istinbat edərək deyirlər ki, kəsənin müsəlman olması şərtdir. İllə mə zəkkeytumuhu. Sizin kəsdiyiniz istisna. Xitab müsəlmanlaradır. Və kitab əhlinin kəsdiyi halaldır. Allah Subhanahu wa ta'ala Maidə surəsinin 5-ci ayətində buyurur ki, Əl-yevmə uhillə ləkumut tayyibət və tə'amullezina utul kitəbə hillun ləkum və tə'amukum hillun ləhum vəl-muhsanəti minəl-mu'minəti vəl-muhsanəti minəl-ləzina utul kitəbə min qablikum. Sizə bugün paş olan şeylər halal edildi. Həmçinin kitab verilən kəslərin yeməkləri sizə halal edildi. Və sizin yeməkləriniz də onlara halal edildi. Həmçinin özünü qoruyan iffətli möminə qadınlar və kitab əhlindən olan muhsənət, özünü qoruyan qadınlar sizə halal edildi. Deməli, bu ayətə görə kitab əhlinin kəsdiyi ət, həmçinin onların qadını müsəlman üçün nədir? Halaldır. İbn-i Kəsir rahiməhullah ayətin təfsirində ayətin bu hissəsi Tə'amullezina utul kitab, kitab verilən kəsrlərin yeməkləri. Buyurur ki, onların yeməkləri, Abdullah ibn Abbas radiyallahu anhuma buyurur ki, onların yeməkləri, yəni zəbəhihəhum, onların kəsdikləri bizə halal edildi. Həmçinin bu ayətin özü dəlildir ki, kitab, bu ayətdə Allah Subhanahu wa ta'ala buyurur ki, kitab verilən kəslərin, yəni onlar kafir də olsalar, onların kəsdikləri bizə halaldır. Əgər Allah Subhanahu wa ta'ala bu ayətdə kitab əhlindən olan kafirlərin ətlərini bizə halal edirsə, bunun məfhumu, bundan anlanan odur ki, deməli başqalarınınki nədir? Halal deyil. Əgər bütün kafirlərin kəsdiyi, bismillah dedikləri halda halal olsaydı, Allah Subhanahu wa ta'ala kitab əhli nə etməzdi? İstisna etməzdi. Kitab əhlinin əti bizə halaldır və bundan anlanan odur ki, deməli başqalarınınki halal deyil. Əgər başqalarınınki də halaldırsa, necə ki, bu insanlar iddia edirlər, onda bu kitab əhlini istisna etməyin bir mənası yoxdur. Deməli, ətin halal olması birinci, kəsənin müsəlman və yaxud da kitab əhli olması, ikinci, kəsən zaman Allah Subhanahu wa ta'alanın adının zikr edilməsi. وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرْ إِسْمُ اللّٰهِ عَلَيْهِ. Üzərində Allahın ismi zikr edilməyəni yeməyin. وَإِنَّهُ لَفُسْقٍ. Allah Subhanahu wa ta'ala buyurur ki, fıskdır. Bu da ikinci şərt. Bu insanlar deyirlər ki, birinci şərt, yəni kəsən insanın müsəlman olması ilə bağlı olan dəlillər zənnidir. Ancaq əti kəsən zaman Allah Subhanahu wa ta'alanın adını zikr etməkdə qəti ayətlərlə sabitdir. Və ikinci şərti qəbul edib deyirlər ki, yəni kəsən insan İslam şəriətinə görə üzü qibləyə Bismillah deyib kəsirsə, kafir də olmuş olsa, müşrik də olmuş olsa belə əti halaldır. Və belə adamlara belə bir sual verilir inşallah, bunu yadda saxlayın. Yəni, elm əhlinin belə bir məsələsi var bu ət məsələsi ilə bağlı. Əgər bir müsəlman
heyvan kəsir. Və heyvan kəsən vaxtı bismillah deməyi unudur. Həmən ətin hökmü nədir? Elm əhli ixtilaf edir. Bir qrup alim deyir ki, ət haramdır, yeyilməz. Çünki Allah subhanahu wa ta'ala ayətlərdə üzərində Allahın adının zikr olunmadığının yeyilməsinin haram olduğunu bildirir. Ancaq bir qrup alim deyir ki, əgər insan qəsdli olmayıb Allah subhanahu wa ta'ala adını zikr etməyi tərk etməkdə, unutqanlıqdan deməyib, onda ət halaldır. Allah Resulü aleyhissalatü vesselam buyurur ki, Rufi'an ümmeti el-xata və nisyan və ma istükruhu aleyhi. Ümmətindən xəta, unutqanlıq və məcburiyyətdən etdikləri günahlar qaldırılır. Əslən kəsən insan müsəlmandır. Bismillah kəlməsini tərk etməkdə qəsd olmayıb, unutqanlıqdan edib, ət halaldır. İndi bu insanlar hansılar ki, deyirlər ki, müşrik də olsa bismillah deyirsə, ət halaldır. Bu fikirdə olan insana belə bir sual ünvanlanır ki, birdən müşrik əti kəsəndə bismillah deməyi unudursa, ətin hökmü nədir? Əgər bu təfsilatı sənə dəlil gətirsə ki, unutqanlıqdan, Allah Rəsulü deyir, ümmətimə qaldırılıb unutqanlıqdan etdiyi xətalar. Aydındır, deməli, müşrik unutqanlıqdan edirsə, bu hökm ona aid deyil. Yəni, burada özlərini hara salırlar, səsin bir vəziyyəti var. Yəni, əsl bundan ibarətdir ki, kəsən insan müsəlman olmalıdır, ya kitab əhli olmalıdır və bismillah deməlidir. Müşrikin kəsdiyi ətsə nədir? Haramdır, yeyilməz. Allah bismillah kəlməsini desə də, çünki bismillah kəlməsini demək Allah subhanahu wa ta'ala'nın əmridir. Və Allah subhanahu wa ta'ala'nın əmri ibadəti yalnız müsəlmandan qəbul edilir. Əgər müşrik namaz qılarsa, namazı batildir. Müşrik oruç tutar, zəkat verər, əməli batildir. وَلَوْ أَشْرَكُوا لَهَبِتَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Əgər onlar şirk edərlərdə, bütün əməlləri başa çıxar. Bismillah demək də heyvan kəsən vaxtı Allah subhanahu wa ta'ala'nın əmridir və müsəlmandan qəbuldur. Müşrik bismillah desə də belə ət nə olmur? Ət halal olmur.